İnsanlar heç vaxtda dilə gətirməsələr də belə öləndən sonra cənnətə düşməyi arzulayırlar. Göyə baxırsan, heç nə görsənmir. Sanki sonsuzdur. Yola baxırsan, heç nə görsənmir. Sanki sonsuzdur, heç vaxt yol bitməyəcək. Amma Premier Ligaya baxırsan, sanki cənnət buradır. Dünyanın ən gözəl hissləri buradadır. İstəyirsən ki, vaxt donsun qalsın və burada mən ölüm. It's Premier League şolar. Big Five açılış oyunu Elland Road'da Leeds Arsenal qəbul edirdi. 4-0 qabaqlamaq kimi olmasın, 4-0 Arsenal qələbə qazandı. Absolutely dominant futbol, birinci time dominant futbol, ikinci time dominant futbol. Zubimendi 27-ci dəqiqədə hesab açır, Madueke içəri elir. İkinci gol Madueke Uguloy'dan birbaşa gol vurur. 2-0. Üçüncü gol Martinelli Prasteler, Gyökeres qabaqlayır müdafiəçinin 3-0. Dördüncü golda şolar Gabi Jesus 4-0. Uğursuz seriyadan sonra 3 də oyunu da bilmədim. Son uğursuz United oyunundan sonra komanda reaksiya göstərməyə bacardı, xarakterini göstərdi və 4-0 qələbə qazandı. Manchester City ilə atrafını bir damızda artırdı. İndi City'də gələndə danışarıq. Arsenal təmiz qələbə. Haqlı qələbə. Burada çox qalmayaq. Arsenal azarkeşlərini təbrik edirəm. İçi özüm qarışıq. Gedək dalşı, ikinci oynaş olur. Chelsea West Ham. Chelsea West Ham Londonda Stamford Bridge'də olur. Chelsea evdə West Ham qəbul edirdi. Eksperiment sastavından çıxmışdılar. Beyinlərində fikirləşirli Karabağ Cup Arsenal'la oyunumuz var. Yəni əsas lider futbolçular zamanda idi. West Ham bağışlamadı başdan kimi. Jared Bowen 7-ci dəqiqədə vurdu. 36'da Summerville. İkinci time Chelsea artırdı, liderlərini oyuna saldı. João Pedro şolar 57-ci dəqiqədə 2-1 eləyir. Cucurella 2-2 eləyir və 90+2-də Enzo Fernandes şolar 3-2 3-cü gol vurur. Chelsea comeback eləyir, evdə qələbə qazanır. Vacib qələbədir. 2-0-dan 3-2 eləyir. Bir də məqsəd var, Çempionlar Liqasına düşmək. Chelsea azarkeşlərini təbrik edirəm şolar. Vacib qələbə idi. London derbisi idi. Evdə oynayırdılar. Sanki hər şey yaxşı gedir. Keçək növbəti oyna şolar. Keçək növbəti oyna Liverpool Newcastle, Liverpool Anfield'da Newcastle qəbul edirdi. Newcastle doğrudan birinci time pis oynamadı. Aşağı yuxarı eyni səviyyədə oyun gedirdi. Newcastle da yaxşı oynayırdı epizodlarından. Liverpool da pis oynamırdı. Anthony Gordon şolar 36-cı dəqiqədə gol vurdu Dalinioglu. Dalınca 41'de Ugo 2-2 vurur boş kapıya. Virts keçir verir 2-2 qabaqlayır vurur. 43'te yine 2-2 vurur. 67'de Flo Wirtz Qəşə Dalinioglu'la bir kasanya vurur. Salah verir pası. Və 90+3'te şu olar. Konate Nick Pope'un səhvindən sonra gol vurur şu olar. Golu da atasına həsr edir. Əsl futbola yaraşan epizoddur. Sanki futbol tanrısı da istədi ki, Konate gol vursun və gol rəhmətə getmiş atasına həsr eləsin. 4-1 Liverpool qələbə. Liverpool azarkeşlərini təbrik edirəm. Keçən oyunda ağır məğlubiyyət götürmüşdülər. Bournemouth'la 3-2 uduzdu son dəqiqədə. Amma 4-1 qələbə Liverpool da öz yoluna gedir. Burada da bir də məqsəd var, Çempionlar Liqasına düşmək olur. 4-1 Liverpool azarkeşləri təbriklər. Keçək növbəti oynaş olar. Manchester United Fulham qəbul edirdi. United bomba formada Lord Lindsay City'nin darmadağın elədi. Emirates'e gəldi. Arsenal'ı utdu getdi. 3-2. Fulham asan yemək kimi görsənirdi. Amma elə olmadı. Birinci time möhtəşəm oyun. Casemiro başdan vurdu Dalinioglu'ya. Cunha ikinci time'da 56-cı dəqiqədə gol vurdu. Ondan sonra Fulham yavaş-yavaş özünə gəlməyə başladı. Raul Jimenez penaltıdan 85-ci dəqiqədə 2-1 eləyir və Kevin şolar 2-2 eləyir. Dalinioglu'ya qəşəng gol atır 2-2. Yenə köhnə travmalar yada düşür. Güclü klublara qarşı qəşəng oynayırsan, udursan, amma balaca klubları uda bilmirsən. United özünə güc tapdı comeback eləməyə. Benjamin Šeško çöndü Razvorot 360. Qıraqdan Prastrel gəldi, çöndü 360 və bir kasayla 9'a vurdu. Firminin stili ilə gol sevinci Benjamin Šeško 3-2 elədi. United Old Trafford'da 3 xalla qayıtmağı bacardı evinə. Şolar, Manchester United azarkeşlərini təbriklər. 3-3 hələ ki bu saç uzun qaqaşın
saçın qıxdırmağına bir şey qalmayıb. Cəmi 2 oyun qələbə Premier Liqada və o saçlar gedəcək. Keçən növbəti oyuna şolar. Axırıncı oyuna Tottenham Manchester City. Manchester City bilirdi oradan Arsenal qələbə qazanıb. Xal fərqi 7 idi. City nə olsa da udmalı idi ki, xal fərqini 4-ə salsın, Arsenal çox uzağa buraxmasın. Və elə də oldu başda. Möhtəşəm City birinci sayım, absolut dominant. Hər tərəfdə, müdafiədə, ortada, hücumda Tottenham tərpənə bilmirdi. Pas verə bilmirdilər bir-birinə. Ryan Cherkeş olur 11-ci dəqiqədə qəşəng çəkir, Dalnogla sağla vurur. 1-0 44-cü dəqiqədə də Antoine Semenyo 2-0 elir. Sanki hər şey möhtəşəmdir. Bu oyundan Tottenham comeback eləyəcəyini heç kim gözləmirdi. Amma bura Premier Liqa olur. Burada möcüzələr baş verir. Burada bir damcı boşaldığınızda sırası səni nakazet edirlər. Burada bağışlamaq söhbəti yoxdur. 53-cü dəqiqədə Dominik Solanke çətinliyin yanında olsa da gol vurur, 2-1 eləyir. Tottenham topu ələ keçir, üstünlüyü qurmağa başlayır. Biraz artırır. Və 70-ci dəqiqədə də şu olar Dominik Solanke Gallagher'in prastelinə skorpion zərbəsi ilə sanki Mignolet və Giroud kimi olur. Dabanla da vurmur dacı. Butsun təsəvvürləyin şıplar var, şıplarla vurur. İğnələri ilə, şıpları ilə vurur. Möhtəşəm gol. Donnarumma çatmır. 2-2. Ondan sonra 3-2 də eləyə bilərdi, 4-2 də eləyə bilərdi Tottenham. Amma Donnarumma möhtəşəm səhv elədi. City xal itirdi şu anlar. Bu da Arsenal xeyrinə işlədi. City 1 xal qazandı ya da 2 xal itirdi. Necə istəsiz elə də deyə bilərsiniz. Arsenal 6 xal qaçdı. O bir tərəfdən də Aston Villa uduzmuşdu. Aston Villa'dan xal fərqi 7 oldu. Manchester City'dən 6 oldu. Şolar. Xal fərqlərini tez bazar deyə, ondan da 24-cü tura yekunlaşdıraq. Deməli, Arsenal 53 xal 1-ci yerdə, Manchester City 47 xal 2-ci yerdə, Aston Villa 46 xal 3-cü yerdə, Manchester United 41 xal 4-cü yerdə, Chelsea 40 xal 5-ci yerdə, Liverpool 39 xal 6-cı yerdə. 24-cü tur belə getdi. İnşallah 25-ci turda görüşərik. Sağ olun, şolar.